Yerkökü hamımızın uşaqlıqdan tanıdığı sadə bir tərəvəz. Amma bilsəniz bu narıncı, möcüzə bədəninizdə nələr edir? Hər gün yemək istəyəcəksiniz. Dəyərli izləyicilər, videoların analitikasına baxanda çox az adamın abunə olduğunu görürəm. Bizə dəstək olmaq üçün videoya abunə olub bildirimləri açmağı unutmayın. Yerkökü bədən üçün sanki təbii enerji batareyasıdır. Ən məşhur faydası gözlər üçündür. Çünki içindəki beta-karotin bədənə daxil olanda A vitamininə çevrilir və gözlərin görmə qabiliyyətini gücləndirir. Xüsusən gecə görməsini artırır. Ona görə də qədim dövrlərdə ovçular yerkökünü gecə görən tərəvəz adlandırırdı. Yerkökü təkcə göz üçün deyil, beyin üçün də inanılmaz gücə sahibdir. Tərkibindəki təbii şəkər qana çox yavaş qarışır. Bu isə uzunmüddətli enerji və diqqət deməkdir. Ona görə də yerkökü uzun iş saatları, dərsdə fokuslanma və beyin yorğunluğu üçün ən ideal qidadır. Həm də yaddaşı gücləndirir, beynin informasiyanı emal etməsini sürətləndirir. Yerkökü qanında dostudur. Qandakı iltihabı azaldır, damarları təmizləyir və ürəyin yükünü yüngülləşdirir. Araşdırmalar göstərir ki, mütəmadi yerkökü yeyən insanlarda ürək xəstəlikləri riski 20%-ə qədər aşağı düşür. Antioksidantlarla dolu olduğuna görə bədəni yaşlanmadan qoruyur, hüceyrələri yeniləyir və immuniteti gücləndirir. Yerkökü həm də təbii gözəllik mənbəyidir. Onun tərkibindəki vitaminlər dərini parıldadır, qırışların yaranmasını gecikdirir, sızanaqları sakitləşdirir. Saç köklərini möhkəmləndirir, saç tökülməsini azaldır. Gündə bir stəkan yerkökü suyu içənlərdə dərinin rəngi tamamilə dəyişir. Daha parlaq, daha canlı. Yerkökü mədə və bağırsaqlar üçün əsl xilaskardır. Şişkinliyi azaldır, həzmi sürətləndirir və bağırsaq divarlarını təmizləyir. Kalorisi çox az olduğu üçün arıqlamaq istəyənlərin ən yaxşı dostudur. Həm tox saxlayır, həm enerji verir, həm də vitaminlərlə doldurur. Yerkökü sadə tərəvəz deyil, göz, beyin, ürək, dəri, həzm və immunitet üçün tam bir super qidadır. Bəs siz yerkökünü neçə gündən bir yeyirsiniz? Şərhlərə yazın. Faydalı məlumatlar üçün mənim kanalıma abunə olub bəyənməyi unutmayın. Bu videoda bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.